Sistemli ev yaratmağın birinci qaydası decluttering, rısklamleniyə istifadə etmədiyimiz, amma hələ də yer tutan lazımsız əşyalardan can qurtarmaqdır. Evdəki əşyaların sayı azaldıqca səliqə-səhmanı qorumaq və lazım olanı tapmaq daha da asanlaşır. Təmizlik üçün gündə 15 dəqiqə kifayət edir. Bəs nədən başlayaq? Birinci addım iş üçün yer seçmək lazımdır. Hər şey gözümüzün qabağında olanda hamısını birdən görürük və seçim eləmək rahat olur. İkinci addım qərar qutuları hazırlayın və əşyaları evdə saxladığınız, kiməsə verəcəyiniz, satacağınız və atacağınız kateqoriyalara bölün. Qızıl qayda isə yığdığınız əşyaları həmin gün evdən çıxarın. Əks halda onlar bir neçə gün sonra yenidən şkaflara qayıdacaq. Bir dəfəlik anlayın ki, artıq şeylərdən qurtulmaq tək şkafınızda, evinizdə deyil, beyninizdə, ruhunuzda da təmizlik və rahatlıq hissi yaradacaq. Həyatınızı artıq şeylərdən boşaldın ki, yerinə yeniləri və daha yaxşıları gəlsin. Üçüncü addım məkanlara görə deyil, kateqoriyalara görə işləyin. Məsələn, mətbəxdə paxlalılardan, uşaq otağında kitablardan başlayın. Bir siyirməni, bir rəfi yığışdırın. Nizam həmişə kiçik addımlarla başlayır. Dördüncü addım, qərar verməkdə çətinlik çəkirsinizsə, özünüzə sual verin. Mən bundan neçə müddətdir istifadə eləmirəm? Köçərkən özümlə aparardım. Qırıq, yararsız, vaxtı keçmiş, nə vaxtsa lazım olar deyə saxladığınız, uyğun olmayan geyimlər, artıq sevmədiyiniz əşyalardan rahatlıqla imtina etmək olar. Dağınıqlıqdan qurtulmaq ilk addımdır. Əsas məsələ nizamı qoruyacaq və onları düzgün yerləşdirəcək sistem qurmaqdır. Sistem qurandan sonra nizamı qorumaq daha asan olur. Lazım olanı tapmaq daha sürətli olur. Məkan daha geniş və rahat görünür.